Salam, Minə və onun sevgilisi kanalına xoş gəlmisiniz. Bugün sizinlə bir yerdə saat düzəldəcəyik. Kravanya palçka saat düzəldəcəyik. Donmuş palçkamız buradadır. Bu açılan kimi mən də digər malzəmələrimi sizə göstərdim. 4 ədəd yumurta, 2 ədəd xiyar, buna şirin qarğıdalı belə və bir ədəd mayonez bu saatda bəs edir. İlk öncə yumurtalarımızı təmizləyərək başlayıram. Hamısını kvadrat olacaq şəkildə yumurtalarımızı soydum. İndi hal-hazırda sizə necə doğraması lazım olacağını göstərirəm. Olsun ki, kəsin. Sadə. Rus salatı ya da qarıq salatını necə doğrayırıqsa, burada həmsini elə doğrayaraq əldə edirik. Səsim batdı. İndi xiyarlarımızı doğrayırıq. Yenə eyni şəkildə küp doğramağa başlayıram. Gələk səsli videoların davamını əgər istəyirsinizsə, bol-bol like atıb abunə olmağı unutmayın. O, cüklərim dondu. Çıxartdıq, indi bunları doğrayacaq. Sadəcə bunlar biraz hazırda buzludur, yeni çıxartdığımıza görə. Bunları indi belə hərəsi fərqli paketləyib onları açıram. Təxminən siz nə qədər istəsəniz, yəni əgər bunun dadının burada daha baskın olması istəyirsə daha çox əlavə edə bilərsiniz. Amma mən hal-hazırda hələlik 5 ədəd qoyacağam, amma böyük ehtimal geri qalan 4-ünü də qoyacağım. Çünki bəlkə də belə yedim, çünki bayaq bir artıq yemişəm. Belə də bunu belə götürüb yeyə bilərsiniz. İndi buradan birini başlayacağım. Boyutları da siz özünüz necə istəsəniz, yəni iri əgər yiyirsinizsə elə uzaya bilərsiniz. Mən hamısının bir rəzmə olması üçün burada doğrayıram. Çok hoşur. Bu da çok güzeldi. Very delicious. Soğan her zaman çok küçüktü. Qarğıdağımızı da ilave etdik. Gerək qalansa da mayonezimiz, duzumuz və istiyotumuz qaldı. Bunu mən qapağını bağlayıb axşam edəcəm, çünki biz bunu hazırda yeməyəcəyik. Çünki saat hələ səhərdir. Mən bunu axşam edəcəm, amma səhərdir. Ona görə də saat belə görsən, məndən qabaq evdə olmadığıma görə anam qarışdırıblar da, yəni bunu mayonez əlavə ediblər. Dadım baxağını görün, necə dadır. Mən şunun qarğıda sevməyə bunun burada dadı itib.